Salam. Deməli, çevirmə düsturlarına baxırıq. Uşaqlar, sizə bir söz deyim. Bu mövzunun elə bir qayda izahını vermirəm, çünki sualların üzərindən verəcəyəm. Bu mövzuya diqqətlə qulaq asan şagird, əgər ağlı, fikri TikTokda, Instagramda, orada burada deyilsə, başa düşməmə ehtimalı mümkün deyil. Çünki mən bütün sualları demək olar ki, eyni həll eləyəcəyəm. Hardasa 70%-ni. Ona görə xahiş edirəm diqqətlə qulaq asın. Yazaram kosinus. Bir şagird deyir ki, müəllimə, mən 225 dərəcəni 270 çıxılsın 45 yazaram. Bir şagird deyir ki, ay müəllimə, mən 180 üstəgəlinsin 45 yazaram. Fərqi yoxdur, eyni şeydir. İndi qaydanı deyirəm. 225 dərəcə 3-cü rübdür. 3-cü rüb kosinus mənfidir. Atdım mənfini qarşıya. 270-də 90-ın tək misillərində, yəni 90-dan 270-də verilən funksiya öz oxşar adına çevrilir. Kosinusdursa sinusa, sinusdursa kosinusa, tangensdirsə kotangensə, kotangesdirsə tangensə çevrilənəcək. Və 45 dərəcə qalacaq. Kosinus, burada kosinus yox, 270-də sinusa çevrilənəcək. Sinus 45 dərəcə, ədədi qiyməti də eləyəcək kökdəki bölü 2, qarşıda mənfi. Kosinus 180 dərəcədə öz adında qalır. 3-cü rübdə yenə mənfidir. Bu da eləyəcək 45 dərəcə. Yenə müəllimə cavab kökdəki bölü 2. Yəni istənilən halda mənim nəticəm dəyişməyəcək. Gəlirəm bu suala. Bu tangens 60 dərəcədir. Bu da tangens 30 dərəcədir. Mən tangens 30-un üzərindən xətt çəkib, 90-dan 30 çıxıb, kotangens 60 yaza bilərəm bunu. Və mən bilirəm ki, kotangens 60-ı tangens 60-a vuranda 1 eləyir uşaqlar. Bu tangens 40-ı, 90-dan 40-ı çıxıb kotangens 50 yazaram. Kotangens 50 ilə tangens 50 bu da 1 eləyər. Tangens 45 dərəcədə 1 eləyər. Ümumi cavabımız 1. Gəlirəm 4 nömrəli suala. Sinus kvadratı 73-ü, 90-dan 73 çıxıb kosinus kvadratı 17 yazaram. Gənclər, sinus kvadratı 17 üstə gəl kosinus kvadratı 17 1 eləyər. Sinus 45 dərəcə kökdəki bölü 2-dir. Kvadratı da 2-də 1 eləyər. 1 üstə gəlinsin 2-də 1, 1.5. 1.5. Variant A variantı. Kotangens 125 dərəcə yazacağım. Kotangens 90 üstə gəlinsin 45 şəklində. Kotangens 90-da tangensə çevrilənəcək. 2-ci rübdə mənfidir. Mənfi tangens 45 yox. Yoxa bastım mı? Bəli, 35 eləyəcək. Mənfi tangens 35 dərəcə. Bu da eləyəcək mənfi A. Yəni cavab B variantı olacaq uşaqlar. Gəlirəm 7-ni özünüz yazarsınız. 8 nömrəli suala baxın. Bu 136 dərəcəni mən yazıram ki, 90 üstə gəlinsin 46, alfa ilə də işim yoxdur. Bölünsün, sinus 46 üstə gəlinsin alfada yazıram. Qaydada deyilir ki, kosinus 90-da sinusa çevrilənilir. 90 üstə gəlinsin hər hansı alfa bucağı. Uşaqlar, bu ikinci rübün bucağıdır. İndi onlardan da danışaram. İkinci rübdə kosinus mənfidir. Mənfini atdım qarşıya. Mənim argumentim alfa yox, 46 üstə gəlinsin alfadır. Burada da yazacağım sinus 46 üstə gəlinsin alfa. Bunlar gedər, cavab mənfi 1 qalar. İndi vahid çevrədə fikir verin. Bura pi bölü 2-dir. Uşaqlar, bax. Pi bölü 2 çıxılsın alfa 1-ci rübdür. Amma pi bölünsün 2 üstə gəlinsin alfa 2-ci rübdür. Əslində bunu yazmağa ehtiyac yoxdur. Valla adi şeydir. Və yaxud bura pi deyil. Pi çıxılsın alfa 2-ci rübdür. Pi üstə gəlinsin alfa isə 3-cü rübdür. Bura 3 pi bölü 2 deyil. 3 pi bölü 2 üstə gəl alfa 4-cü rübdür. Çıx alfa 3-cü rübdür. Bura 2 pi deyil. 2 pi çıx alfa 4-cü rübdür. Üstə gəl alfa isə 1-ci rübdür. Yəni üstə gəl alfa olanda 2 pi-ni ata bilərsən. 9 nömrəlini özünüz yazarsınız. 10 nömrəlini yazıram mən. Kosinus 222 dərəcəni mən yazıram. Uşaqlar, 270 dərəcə çıxılsın 48 dərəcə kimi. Üstə gəlinsin sinus 48. Üstə gəl 2 dənə kotangens neçə qalıb? 45 dərəcə. Daha sonra kosinus 270-də sinusa çevrilənəcək uşaqlar. Üzrlü sayın. Sinusa çevrilənəcək. 3-cü rübdə kosinus özü bilirik ki, mənfidir. O atacağım qarşısına mənfini. Mənfi sinus 48. Üstə gəlinsin sinus 48. 2 vurulsun kotangens 45 dərəcədə 1 eləyər. Bunlar gedər. 2-ni 1-ə vursan cavab 2 eləyəcək. 11-i özünüz həll eləyərsiniz. 12-ni deyim. Bu kosinus 31 özü 90-dan 31 çıxsam sinus 59-dur. Bu sinus 58-dir.
Sinus 58. Bundan bu gedər, bundan bu gedəcək. Buradakı ilə bu gedəcək, buradakı ilə bu gedəcək. Hamısı bir-biri ilə ixtisar gedəcək. 90-dan çıxsam cavab eləyəcək A variantı. Və yaxud 14 nömrəli suala baxaq. Kosinus mənfi 330 dərəcə bölünsün sinus mənfi 150 dərəcə. Biz bilirik ki, kosinus x funksiyası cüt funksiyadır. Cüt funksiyada argumentdə mənfi olanda biz bunu saymırıq. Cüt funksiya mənfini yiyəcək. Bu kosinus 330 deməkdir elə. Amma sinus tək funksiya olduğuna görə o mənfini atıram qarşıya. Mənim funksiyam oldu bu. Dərəcələri də var. Kosinus 330'u yazıram 360 müəllimə çıx 30. Sinus 150'ni yazıram uşaqlar. 180 ilə də yaza bilərsiniz. Gəlin bunu 90'la yazım ki, çevirməyə vərdiş olaq. Kosinus 330 dərəcə 4-cü rübdə müsbətdir. Kosinus 360 da öz adında qalır. Deməli 30 dərəcə olacaq. Sinus 150 dərəcədə müsbətdir. Amma qarşıdakı mənfi ilə işim yoxdur. Sinus 90'da kosinusa çeviriləcək 60 dərəcə eləyər. Kosinusu 30'un ədədi qiyməti kökdə 3 bölü 2 eləyər. 60'ın ədədi qiyməti 2'də 1 eləyər. 2'lər gedəcək. Cavab mənfi kökün altında 3 qalar. 16 nömrəli sualda deyilir ki, ifadələrdən hansı tangens x-a bərabərdir? Mənfi tangens x ilə A variantından görsənir. 90'da tangensə çeviriləcək. İkinci rübdə mənfidir. Cavab A variantı. 18 nömrəli suala baxın. Bu tangens 89, 90'dan 89 çıxsam kotangens 1'dir. Bu kotangens 2'dir. Tangens 1 vurulsun kotangens 1 1'dir. Tangens 2 vurulsun kotangens 2 bu da 1'dir. Eyni qayda ilə uşaqlar tangens 3 vurulsun kotangens 3 o da 1 eləyəcək. 1 1 1 hamısının hasili 1 elədiyinə görə cavabımız eləyəcək C variantı. Və yaxud 19 nömrəli sualı izah edeyim. Deyir alfa və beta qonşu bucaqlardır. Mən də bilirəm ki, bunlar qonşu bucaqlardırsa cəmləri 180 dərəcəyə bərabərdir. Səndən sinus betanı soruşur. Ona görə buradan betanı taparam. 180 minus alfa yazaram. Sinus beta bərabərdir. Betanın yerinə 180 çıxılsın alfa yazaram. Sinus 180'də öz adında qalar. İkinci rübdə müsbətdir. Və sinus alfanın ədədi qiymətini neçə verib? 3'də 1. Amma mən 20'ni də yazmaq istəyirəm, çünki orada kosinuslu mənfi olacaq. Qonşu bucaqlarsa cəmi 180'dir. Yenə bettanı tapsam 180 çıx alfa olar. Amma kosinus betadan danışdığına görə betanın yerinə gətirib mən yazacağım uşaqlar. 180 çıx alfa, 180'də öz adında qalıb, ikinci rübdə olur mənfi. Ona görə mənfi kosinus alfaya bərabər olacaq. Mənfi 4'də 1'ə. Sinusda müsbətini götürəcəksiniz, kosinusda isə mənfisini götürəcəksiniz. 21 nömrəli sual. Kotangens pi bölü 2'də tangensə çevrilənir, amma ikinci rübdə mənfi olduğuna görə ümumi qarşısına bir dənə mənfi atıram. Bu da mənfi tangens alfa. Tangens alfanı kotangens alfaya vursam eləyəcək 1. Cavab mənfi 1. Daha sonra gəlirəm 23 nömrəli suala. 23 nömrəlidə deyilir ki, kosinus 150 dərəcə çıx 5 dənə sinus 300 dərəcə bölünsün tangens 240 dərəcə. O da bərabərdir. Kosinus 150 dərəcədə uşaqlar. Mən yazaram 90 üstə gəlinsin 60. 5 dənə sinus 300 dərəcəni yazaram 360 çıx 60. Bölünsün tangens 240 dərəcəni yazaram 270 çıxılsın 30 şəklində. Kosinus 90'da sinusa çevirilənir. İkinci rübdə mənfidir. Mənfi sinus 60. Sinus 360'da öz adında qalacaq. Dördüncü rübdə mənfidir. Bu mənfi ilə müsbət eləyəcək. Olacaq 5 dənə sinus 60. Tangens 270'də kotangensə çevirilənəcək. Üçüncü rübdə müsbətdir. Gənclər, mənfi bir dənə sinus 60'ın üzərinə 5 dənə sinus 60 gəlsəm, təbii ki 4 dənə sinus 60 eləyər. 4 dənə sinus 60. Sinus 60. Kotangens 30 dərəcəndə də qiyməti kökün altında 3'dür. Mən də gətirib yerinə qoyaram. 4 dənə sinus 60'ın yerinə də kökdə 3 bölü 2 qoyaram. Bölünsün kökdə 3. Bunlar gedər 4'ü 2'də 1'ə vursam 2'də 1 yazarıq. 23 nömrəli sualda. 24'ü özünüz yazın. 25'i də yaxşı yazın mən bir dənə. 6 dənə kotangens 240 dərəcə. Bölünsün kosinus 210 dərəcə. Üstə gəlinsin sinus 240 dərəcə. O da bərabərdir uşaqlar. 6 vurulsun. Kotangens 240 dərəcənin yerinə yenə yazacağım ki, müəllimə 270 çıxılsın 30. Kosinus 210 dərəcənin yerinə yazacağım 180 üstə gəl 30. Sinus 240'ın yerinə yazacağım 270 çıx 30.
Müəllimə, birincidə kotanges 3-cü rübdə müsbətli olduğu kimi müsbət qalacaq, amma 270 olduğuna görə bu tangensə çevrilənəcək, tangens 30 dərəcə. Kosinus 180-də öz adında qalar, 3-cü rübdə mənfidir, mənfi kosinus 30. Sinus 270-də kosinusa çevrilənəcək, 3-cü rübdə mənfidir, mənfi kosinus 30. 6 dənə tangens 30-un ədədi qiyməti kökdə 3/3-dür. Burada da mənfi 2 dənə kosinus 30 olar. Yəni mənfi 2 dənə kökdə 3/2. Kökdə 3'lər gedər, 2'lər gedər, 6-nı 3'ə bölərəm 2, qarşıda da bir dənə mənfimiz olacaq. Ümid edirəm ki, aydındır, çünki fikir verirsiniz, yalnız və yalnız eyni çevirmələrdən danışıram. Yalnız və yalnız eyni çevirmələrdən danışıram. Gəlirəm növbəti suala. 27 nömrəli sual. Bax, kosinus pi bölü 2-də sinusa çevrilənəcək, birinci rübdə müsbətdir. Sinus pi-də öz adında qalacaq, pi minus alfa 2-ci rübdə müsbətdir. Yəni sinus alfa, 2 dənə sinus alfandan danışır. Alfanın da yerinə mənfi pi bölü 6 qoyuram. Sinus pi bölü 6-da 2-də 1-dir. Mənfi olduğuna görə mənfi qarşıya çıxır. Mənfi 2-ni 2-də 1-ə vursam mənfi 1. Aydın oldu da yəqin ki. Gəlirəm 29 nömrəli suala. 29-da nə deyilir? Alfanın pi bölü 4. Yenə kosinus pi-də uşaqlar öz adında qalacaq. 2-ci rübdə mənfidir. Bu mənfinin önəmi yoxdur, çünki cüt funksiyadır. Çıxılsın kosinus alfa kimi qalacaq. Yəni mənfi 2 dənə kosinus alfa. O da eləyəcək mənfi 2 dənə kosinus pi bölü 4. Bu da eləyəcək mənfi 2 dənə kosinus pi bölü 4 kökdəki bölü 2-dir. Bunlar gedər. Cavab mənfi kökün altında 2 qalar. Yəni Y variantı. Daha sonra gəlirəm tangens 270 dərəcədə kotangensə çevrilənəcək. Lövhə açılsın. Kotangensə çevrilənəcək. 270 üstə gəl alfa 4-cü rübdür. 4-cü rübdə tangensə baxırsınız, kotangensə baxmırsınız. 4-cü rübdə tangens mənfidir. Ona görə eləyəcək kotangens alfa bu, amma mənfisi ilə. Sinus 180 dərəcə öz adında qalacaq. 3-cü rübdə sinus isə mənfidir, qarşıdakı mənfi ilə müsbət. Kotangens kosinus böl sinus idi. Alfalarda da vurulsun sinus alfa. Bunlar gedər, cavab qalar yalnız kosinus alfa. Tangens 67, kotangens 23 deməkdir. 90-dan 67 çıxsam tangens 23, kotangens 23, cavab 1 eləyər. 34 nömrəli sualda 155 dərəcənin uşaqlar yazacağıq kosinus, 180 çıxılsın, neçə kimi yazacağım? 25 kimi. Kosinus 180-də, bu sinus 65-dən işim yoxdur. Kosinus 180-də öz adında qalacaq. 2-ci rübdə mənfidir. Atacağım qarşıya mənfi. Mənfi kosinus 25. Sinus 65-də 90-dan 65 çıxanda kosinus 25 deməkdir. Yəni kosinus 25-dən kosinus 25-i çıxacağım. Cavab 0. Kosinus 67 ilə sinus 23-dür. Eynədə də bölsəm 1 eləyər. Gəlirəm 36 nömrəli suala. Buradan yazaq. 36-ya kotangens 3 pi bölü 2 minus alfa. Üstə gəlinsin kotangens alfa bərabərdir 5 verilib. Kotangens 3 pi bölü 2-də tangensə çevrilir. 2-ci rübdə, 3-cü rübdə müsbətdir. Üzərinə gəlinsin kotangens alfa bərabərdir 5. Amma kvadratlarından danışırsa kvadrata yüksəldib cavabı 25 götürmürük. Ayıbdır. Vallahi billah ayıbdır. Müxtəsər forma düsturu kimi yazırsam birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli, üstə gəlinsin ikincinin kvadratı, lövhə yazmır, düzdürmü? Bərabərdir 5-in kvadratı 25-ə. Yəqin öz hamısını yazacaq. Görüm düz yazdım, bəli. Bunda tangens alfa vurulsun, kotangens alfa 1 eləyər. Tangens kvadratı alfa, üstə gəlinsin kotangens kvadratı alfa. Uşaqlar, bu 1-dir. 2-ni 1-ə vurub 2 yazaram. 25-dən də o 2-ni çıxıb 23 aldım. Gördünüz ki, 25 almadıq. Cavab D variantı. Daha sonra 38 nömrəli suala baxıram. Bax, sinus alfanı sənə verib ki 0-dır. Sinus alfa 0-dırsa uşaqlar, sinus 0-ı 2 bucaqda alır. Biri 0 dərəcənin özündə alır, biri də 180 dərəcədə alır. Amma sənə deyir ki, pi bölü 2 ilə 3 pi bölü 2 aralığında götür. Deməli 0-ı götürə bilməyəcəksə, deməli alfamız 180-dir. Onda çevirmədən tangens 180 öz adında qalar. 180 üstə gəl alfa 3-cü rübdə müsbətdir. Elə bu tangens pi bölü 6 eləyər. Tangens 30 dərəcə 1 bölünsün. Kökün altında 3-dür. Gəlirəm 39 nömrəli suala. 0-90 dərəcə verib bucağı okey. Tangens 0-90 dərəcə arasında kökdə ölçü harda alır? 60 dərəcədə alır. Gətirib bura 60 dərəcə qoyaram. Sinus 90-da kosinusa çevrilənir. 2-ci rübdə müsbətdir. Kosinus 60 eləyəcək. Bu da 2-də 1. Kifayət qədər sadə suallardır.
Və yaxud 41 nömrəli suala baxın. Tangens 10-u bizə alfa verib. Tangens 80 vurulsun kotangens 10-dan danışır. Mənə nə edirəm? Tangens 80 özü kotangens 10 deməkdir elə. 90-dan 80 çıxsam. Vurulsun kotangens 10. Kotangens 10-u kotangens 10-a vursam 1 bölünsün kotangens 1 bölünsün hara gəldi? Bərabərdir kotangens kvadratı alfa deməkdir uşaqlar. Tangens alfamız alfadırsa kotangens 10-umuz 1 bölünsün alfadır. Alfa verib onu. Bəli, A verib, alfa yox. A verib. 1 bölünsün A'dır. Deməli, bunun yerinə yazacağım 1 böl A kvadrat olduğuna görə 1 bölünsün A'nın kvadratı eləyəcək. Gəlirəm 43 nömrəli suala. 43 hansıdır? 43-ə. Baxaq, nə deyilir 43-də? Deyilir ki, uşaqlar, deyilir ki, sinus 20 dərəcəni vermişəm sənə, A-nın. B-miz kosinus 75 dərəcəni vermişəm sənə. C-miz isə tangens 200 dərəcəni vermişik sənə. Sinus 20 dərəcə ilə işim yoxdur. 90-dan 75 çıxsam bu sinus 15 dərəcədir. Uşaqlar, o da bərabərdir. Tangens 200 dərəcəni də yazıram. Tangens 180 üzərinə gəlinsin 20. O da demişdik ki, 180 də öz adında qalır. 3-cü rübdə müsbətdir. Və uşaqlar fikir versəz, bax, tangens x, kotangens x funksiyasında izah eləmişəm bunu. Tangens 20 sinuslardan böyükdür. Daha sonra sinusdan böyük olacaq. Və birinci rübdə sinus artan funksiya olduğuna görə sinus 20 də sinus 15-dən böyükdür. Yəni birinci C, sonra A, sonra isə B olacaq. Belə bir ardıcıllıq olan hansıdır? D variantı. Gəlirəm 44 nömrəli suala. Deyir ki, sinus 750 üstə gəlinsin. Saving olundu, görmədim onu. Ardını da görmürəm. Gəlin belə bir söz deyim. Əgər bucaq 360 dərəcədən böyükdürsə, trigonometriya bölməsində, mən bundan 360-ın misillərini çıxacağam. Kotangens 945-də 360-dan böyükdür. 1140-da böyükdür. Üstə gəlinsin tangens mənfi 495-də. 720-yə 360-ın neçə misli yaxındır? Gəlin qırmızı ilə göstərək. 360-ı 2-yə vursam bu 720-ni çıxacağam bundan. Düzdürmü? Bundan da 720-ni çıxacağam. Mən kalkulatordan istifadə edeyim, uşaqlar siz eləməyin. 750-dən 720-ni çıxsam bu sinus 30 eləyəcək. Üstə gəlinsin 945-dən çıxacağam 720-ni. Bu eləyəcək kotangens 225 dərəcə. 1140-a isə 360-ın 3 misli yaxındır. 1080. Deməli belə çıxır ki, mən 1140-dan 180 çıxacağam. 1140-dan çıxacağam 1080-i. Bu da 60 dərəcə eləyəcək. Üstə gəlinsin kotangens 60. Kotangensin argumentindəki mənfini qarşıya atıram. Bundan 360-ı elə əziyyət çəkim çıxım. 135 dərəcə. Sinus 30 dərəcənin ədədi qiyməti 2/1-dir. 225 dərəcənin ədədi qiyməti 180 üstə gəlinsin 45 yazsam bunu. Bayaqdan bundan yazıram, daha üstündə şifa yazırıq. Kotangens 180-də tange öz adında qalacaq uşaqlar. 3-cü rübdə müsbətdir. Bu kotangens 45 eləyəcək elə. Kotangens 60 dərəcənin də ədədi qiyməti eləyəcək. Çaşdım. Kökdə 3 bölünsün 3. Düzdürmü? 135 dərəcənin də ədədi qiyməti eləyəcək. 90 üstə gəlinsin 45. Tangens 90-da neçə eləyəcək? Kotangens 2-ci rübdə mənfidir. Bu da müsbət eləyər. O da bərabərdir. Bu 1 ilə bu 1, 2 eləyəcək uşaqlar. Üstə gəlinsin bir dənə 2/1. Bu kotangesdir, yoxsa kosinusdur 44-də. Kosinusdur, deyirəm axı düz gəlmir. Bu kosinusdur uşaqlar. Kosinusdur. Hə, kosinus 60 dərəcədə 2/1-dir. 2/1-in üstünə 2/1 isə bu da 1 eləyəcək. Deməli, tezdən yazım. 2/1 üstə gəl 2/1, 1, 1, 1, bu da 2 eləyər. Cavab eləyəcək ümumilikdə 3. Gəlirəm 45 nömrəli suala. 45-də nə deyilir? 45-də deyilir ki, fikir verin. 45-də nə deyilir? Tangens kvadratı. Mən bunu yazıram da bir də köçürmürəm misalı buradan. Tangens kvadratının yerinə yazıram sinus kvadratı 45 bölünsün kosinus kvadratı 45. Daha sonra uşaqlar mən yazacağam ki 1 bölünsün kosinus kvadratı 80 çıxılsın 1. Bərabərdir. Bu sinus kvadratı 45 bölünsün kosinus kvadratı 45. Bunun ortaq məxrəc 1 baxsan, kosinus kvadratı 80 bunlara ortaq məxrəc eləyər. 1-i 1-ə vuraram 1, 1-i kosinus kvadratına vuraram kosinus kvadratı 80. 45 yazmışam. Uşaqlar, mən
Bayaq birinci videoda demişəm, qızdırmalı izah çəkirəm. Şagirdlərim üçün ki, mövzudan geri qalmasınlar. Ona görə çox üzürlü sayın, çox. 10 imiş burada. Sonra neyniyərəm? Bu kosinus kvadratı 80 özü elə 90-dan 80 çıxsam sinus kvadratı 10'dur. Bununla da bu gedəcək. 1 minus kosinus kvadratı 80 özü sinus kvadratı 80 verir bizə. Bölünsün kosinus kvadratı 10. Elə bu kosinus kvadratı 10 da özü sinus kvadratı 80'dir. Cavab eləyəcək 1. Gəlirəm 46 nömrəli suala. 46'da kotangens 3 pi bölünsün 2'də tangensə çevirilənir. 4-cü rübdə mənfidir. Kotangens pi'də öz adında qalır. Pi minus alfa 2-ci rübdə mənfidir, müsbətə oldu. Uşaqlar sinus pi bölü 2'də kosinusa çevirilənir. 2-ci rübdə müsbətdir. Kosinus pi'də öz adında qalır. Pi minus alfa 2-ci rübdə mənfidir. Onda bu mənfi eləyək. O da bərabər eləyəcək. Bu 1 eləyər. Çıxılsın kosinusu kosinusa vursam. Kosinus kvadrat alfa. 1 minus kosinus kvadrat alfa da bizə sinus kvadratını verəcək. 47 nömrəli suala 2'də 1 tangens mənfi 870. O mənfini atıram qarşıya. Tək funksiya olduğuna görə ixtiyarım var. 360'ın 2 mislini çıxaram bundan. 720'ni. O da eləyər 150 dərəcə. Vurulsun kosinus 330. O da bərabərdir. 2'də 1. Tangens 150'ni yazaram. 90 üstə gəl 60. Kosinus 330'u yazaram. 360 çıx 30. O da bərabərdir. Mənfi 2'də 1. Tangens 90'da kotangensə çevirilənir. 2-ci rübdə mənfidir. Qarşıdakı mənfi ilə müsbət eləyər. Kosinus 360'da öz adında qalar. 4-cü rübdə müsbətdir. Bu da kosinus 30. 2'də 1. Kotangens 60 dərəcənin ədədi qiyməti kökdə 3 bölü 3'dür. Kosinus 30'un da kökdə 3 bölü 2. Kökdə 3'ü kökdə 3'ə vursam 3 nə gedər? 2'də 1, 2'də 1'ə vurub cavab yazaram 4'də 1. Sonra gələk növbəti suala. Növbəti hansıdır? 48. 48'ə nə deyilir? Deyir kosinus alfanı sizə 5'də 4 vermişəm. 0, alfa və pi bölü 2. Bucağı da 1-ci rübdə verib. 1-ci rübdə sinusda, kosinusda, tangesdə, kotangensdə müsbətdir. Qorxum yoxdur. Pi çıx, alfa, yəni cavab mənfi ola bilməz. Onsa cavablarda da maşallah mənfi verməyib. Sinus pi'də öz adında qalır. 2-ci rübdə müsbətdir. Kosinus pi bölü 2'də sinusa çevrilənir. 1-ci rübdə müsbətdir. Bu da eləyər 2 dənə sinus alfa. Amma sənə kosinusu verib. Bir dənə düzbucaqlı 3 bucaq çəkirəm. Bu bucağa alfa desəm, kosinus bitişik katetin hipotenuza nisbətidir. Yəni 4 bölü 5. 5'in kvadratından 4'ün kvadratını çıxsam bura 3 eləyər. Sinus alfa isə qarşıdakı katetin hipotenuza nisbətidir. Amma 2 də var. Bu da eləyəcək 3 vur 2, 6 bölü 5. 1.2. Gəlirəm növbəti suala. Deyəcəm, o özünüz yazın 49'u. Gəlin mən 50'ni yazım. Sinus pi'də öz adında qalacaq. 2-ci rübdə müsbətdir. Kosinus 3 pi bölü 2'də sinusa çevrilənəcək. Neçənci rübdə? 3-cü rübdə. 3-cü rübdə kosinus yenə mənfidir. Kotangens pi bölü 2'də tangensə çevrilənəcək. Uşaqlar eləyəcək 2-ci rüb. 2-ci rübdə mənfidir. Bu mənfi müsbət eləyər. Tangens 2 pi minus alfa 4-cü rübdə. 4-cü rübdə bu 2 pi gələcək. 4-cü rübdə isə mənfi olduğuna görə tangens qarşıya bir dənə mənfi çıxacaq. Tangeslər gedər. Cavab eləyəcək sinusu sinusa vuraram. Sinus kvadrat alfa. Cavab eləyəcək mənfi sinus kvadrat alfa. A variantı. 51 nömrəli suala baxıram. 3 bucağın 2 bucağının cəminin sinusu. Alfa üstə gəlinsin beta cəminin sinusu bərabərdir kökdə 3 bölü 4. Mən də bilirəm ki 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Yəni alfa, beta və gamma 180 dərəcədir. 3-cü bucaq gammadan danışır. Yəni sinus gammanı istəyir bizdən. Gammanı da buradan tapsam uşaqlar, yazaram 180 çıxılsın, bax buradan gamma bərabərdir. 180 çıxılsın alfa üstə gəl beta. Yazaram 180 çıxılsın alfa üstə gəlinsin beta. Sinus 180'də öz adında qalır, 2-ci rübdə müsbətdir. Eləyəcək alfa plus beta. Yəni sinusu verilibsə elə özünü yaz. Amma kökdə 3 bölünsün 4'dür. Amma kosinusu verilibsə, bayaqları qeyd elədim. Mənfisi olacaq çünki 2-ci rübə düşəcək. Gələk 53 nömrəli suala. Kotangens kvadratı pi bölünsün 2 üstə gəlinsin alfa. Üstə gəlinsin kosinus kvadratı pi üstə gəl alfa. Üstə gəl kosinus kvadratı 3 pi
bölü 2 minus alfa bərabərdir. Əgər üstündə dərəcə cütdürsə, hansı rübə düşməyinin bizim üçün bir önəmi yoxdur. Çünki onsuz da cüt dərəcə olanda biz mənfi götürə bilmərik. Aydındır mı? Kotanges bir dənə baxırsan ki, pi bölü 2-də tangensə çevrilənir. Bəli müəllimə. Tangens kvadratı alfa eləyir bu. Fisyo. Kosinus pi-də öz adında qalır. Okey müəllimə. Kosinus kvadratı alfa. Kosinus 3 pi bölü 2-də bir dənə sinusa çevrilənir. Fisyo. Mənfi müsbətinə baxmıram. Bu 1 eləyər. Tangens kvadratı alfa üstə gəl 1. 1 üstə gəl tangens kvadratı alfa da bizə nə verirdi uşaqlar? 1 bölünsün kosinus kvadratı alfanın. D variantı. Gələk 55 nömrəli suala. 55 nömrəli sualda bizə nə deyir? Deyir ki, uşaqlar, sinus 1 vermişəm sənə. Çıxılsın kosinus 1, üstə gəl sinus 2, çıx kosinus 2, üstə gəl sinus 3, çıx kosinus 3, plus plus sinus 89. 89-un yerinə yaza bilərəm 90 çıx 1. Kosinus 89-un yerinə yaza bilərəm 90 minus 1. 90'ı da yerinə yazaram elə 1'in özünü. Sinus 90'da kosinusa çevrilənər, birinci rübdə 1 eləyər. Kosinus 90'da sinusa çevrilənər, bu da 1 eləyər. Yəni demək istədiyim bu kosinusdan bu kosinus gedər, bu sinusdan bu sinus. Bu nöqtələrin yerindəki sinus 2 ilə bu sinus 2, bu kosinus 2 ilə bu kosinus 2 hamısı gedər, yerdə yazdıq bir dənə 1 qalacaq. Ona görə cavabımız eləyər 1. 57 nömrəli sualı yazıram. 57'də nə deyilir? Deyir kökdəki sinus uşaqlar 405 dərəcədən biz bayaq dedik ki 360'dan böyükdürsə qorxma. 360'ı çıx bundan. O da neçə eləyir? 45 dərəcə. Bu elə sinus 45 dərəcə deməkdir. Üstə gəl sinus 60. Da bundan sonra yazmağa nə var ki? Kotangens 45, üstə gəlinsin kosinus 30 dərəcə. Sinus 45'in ədədi qiyməti kökdəki bölü 2'dir. Sinus 60'ın ədədi qiyməti kökdə 3 bölü 2'dir. 45'in ədədi qiyməti 1'dir. Kotangens 45'in. Kosinus 30'un ədədi qiyməti kökdə 3 bölü 2'dir. Kökdəkini kökdə 2'yə vuraram 2, 2'ni də 2'yə bölərəm 1. Yəni yuxarıda da 1 üstə gəlinsin kökdə 3 bölü 2 alınar. Məxrəcdə də 1 üstə gəlinsin kökdə 3 bölü 2 alınar. Eyni ədədə bölsəm cavabımız 1 alınır. Gələk hansı suala? 59 nömrəli suala. 59'a kimi gəlmişik bölmədə. Fikir verin, bir maraqlı bir sual yoxdur hələ ki. Yazıram sinus 290, amma sonlarında var, yalandan açmayayım. Kosinus 340 minus alfa, sinus 110 üstə gəl alfa. Deməli, 290 dərəcəni yazıram uşaqlar. 270 üstə gəl 20 üstə gəl alfa. Sizə göstərmək istəyirəm ki, mənim bucağım alfa yox, 20 üstə gəl alfadır. Kosinus 340'ı belə yazıram. 360 çıx 20 çıx alfa. Mənfini mötərizə xaricinə çıxartsam müsbət eləyər. Sinus 110 dərəcəni yazıram. 90 üstə gəl 20 üstə gəl alfa. Yenə bucağım 20 üstə gəl alfadır. Okey, qorxulu bir şey yoxdur müəllimə. Sinus 270'də kosinusa çevrilənir. 270 üstə gəl alfa. 4-cü rübdə mənfidir sinus bunda. Kosinusa baxmırsan, sinusa baxırsan, bayaq demişdim. Kosinus 360'da öz adında qalır, müsbətdir. Ona görə qarşıdakı mənfi ilə işim yoxdur. 20 üstə gəl alfa eləyər. Sinus 90'da kosinusa çevrilənir, ikinci rübdə müsbətdir. Müsbətdir. Deməli, surətdə mənfi 2 dənə, kosinus mənfi 2 dənə. 20 üstə gəl alfa eləyəcək. Məxrəcdə isə kosinus 20 üstə gəl alfa eləyər. Bunlar gedər, mənfi 2'ni 1'ə bölsəm, cavab mənfi 2 olar. Nədir? Ekrana gəlir. 61 nömrəli sual. Deyir tangens alfa. Tangens alfa bölünsün. 1 üstə gəl tangens alfa. Üstə gəl kotangens, gəlin bunu çevrəkdə. Pi bölü 2'də tangensə çevrilənir. Birinci rübdə müsbətdir. Bərabərdir. Ortaq məxrəc nə yazacaq? Muşqa da başladı gec yazmağa. 1 üstə gəlinsin tangens alfa. 1 çıxılsın tangens alfa. Surətdə çarpaz. Tangensi 1'ə vuraram tangens. Tangensi tangensə vuraram tangens kvadrat alfa uşaqlar. Üstə gəl. Tangensi buna çarpaz vuraram. 1'ə vursam tangens. Eyni zamanda tangensi tangensə vuraram tangens kvadrat alfa. O da bərabərdir. Tangens kvadratları gedər. Tangens 1'ə vurdum. Burada tangens kvadratı yoxdur. Tangensin üstə tangens gəlsəm 2 dənə tangens alfa.
1'i 1'ə vuraram 1, çıx tangensə vuraram tangens kvadrat alfa. Bu da nəyin açılış düsturu olacaq? Tangens 2 alfanın düsturu. Hansı variantdır? D variantı. 63'ü ağıl uşaqlar kimi siz yazarsınız. 63'ü mən yazıram, yox. 62'ni siz yazarsınız. Çevirməni yazaq mı? Birbaşa. Bir de misalı köçürməyim də mən. Tangens pi-də öz adında qalır. Üçüncü rübdə müsbətdir. Sinus 3 pi bölü 2-də kosinusa çevrilenir. Dördüncü rübdə mənfidir. Bu da kosinus alfa. Kosinus pi-də öz adında qalır. İkinci rübdə mənfidir. 2 mənfi müsbət elədi. Tangens 3 pi bölü 2-də kotangensə çevriləndi uşaqlar. Üçüncü rübdə də müsbətdir. Bu da kotangens alfa. Kosinuslar gedər. Bu kotangensin yerinə də 1 bölü tangens alfa qoysam, bu tangens alfa çıxacaq surətə tangensə vurulacaq. Cavab eləyəcək tangens kvadratı alfa. Ümid eləyirəm ki, aydındır. Yəni burada çətin bir şey yoxdur. Gəlirəm 65-ə. 65 bir balaca maraqlı ola bilər. O da bir balaca. Kosinus 1, kosinus 2 və s. və ilə axır. Kosinus 179, kosinus 180. Bax, burada kosinus 178 də var da, elə deyil. 178. Gəlin belə göstərim sizə fərqli rənglə. Kosinus 180 ilə işim yoxdur. 179'u belə yazıram. 180 çıxılsın 1. 178'i belə yazıram. 180 çıxılsın 2. Bunda mənim ardıcılığım necə olacaq? 3, kosinus 1, kosinus 2. Kosinus 180'də öz adında qalar, amma ikinci rübdə mənfidir. Kosinus 180'də öz adında qalar, amma ikinci rübdə mənfidir. Bu kosinus 180'də mənfi 1'dir. Bu nöqtələrin də daha getdi də olar. Kosinus 2'lər gedər, kosinus 1'lər gedər. Burada bir dənə mənfi 1 qalar. 3'ü də mənfi 1'ə vursam, cavab mənfi 0. C variantı. Uşaqlar, bundan danışdım bayaq. Qonşu bucaqlardan birinin sinusu 5'dəkidirsə, o birinin də sinusunu soruşursa, o da 5'dəki olacaq. Kosinusunu soruşursa, mənfi eləyəcək. Da bir də yazmıram ondan. 69 nömrəli suala baxın. O mənfini atıram qarşıya. Pi-nin yerinə 180'i 66'ya bölərəm. 30, 30'u da 13'ə vuraram, 390. At 360'ın mislim bundan, 360 yəni. Yerdə qalıb tangens 30. Onda da qiyməti 1 bölünsün kökdə 3 idi. Və yaxud mənfi kökdə 3 bölü 3. 71. Deyir ki, sinus, bax bu 8 alfanı yazıram, 9 betanı da belə yazıram. 8 beta üstə gəl beta şəklində. Deməli məsələdə, çünki alfa üstə gəl betanı almalıyam. Bax, alfa üstə gəl beta pi bölü 4'dürsə, bir dənə alfa üstə gəl beta yazıram buraya yaxşı. Pi bölü 4'dür. 8'də nəsə bunu 8'ə vuraram. Deməli bu 8'də nəsə 8'i pi bölü 4'ə vursam 2 pi eləyər. Yəni 2 pi üstə gəl beta qalar. 2 pi üstə gəl olanda demişdim ki, ata bilərsiniz bunu 360'dır. Qalacaq cavab yalnız sinus beta. 72'ni özünüz yazarsınız. 73. Təzə sualdır. Səhv eləmirəmsə köhnə test toplusunda yoxdur. Yoxdur, bəli. 73. Düzbucaqlı trapesiya verib. Təzə suallar mənə də maraqlıdır. Bu B-dir, bu C-dir, bu A-dır, bu da D-dir. 90 dərəcə verib buraları. Versin. AD-ni 16 verib. Versin. AB-ni 5 verib. BC-ni 4 verib uşaqlar. Kosinus C-ni danışır. Hə, bu bucağı danışır. Kör bucaqdan danışır. Mən necə yazalarım? Bunu necə analiz eləyərəm? Kosinus C-dən birbaşa danışa bilmərik təbii ki, heç nə bilmirik. Mən bunu, burada bir dənə hündürlük çəkirəm. Bura 90'dır, burada alfadır. Yəni kosinus C bərabərdir uşaqlar. Bax, içində nə var? Kosinus 90 üstə gəlinsin alfa. O da bərabərdir. Kosinus 90'da sinusa çevirilənəcək. İkinci rübdə mənfidir. Deməli, sən deməli bu bucaq mənfi sinus alfaya bərabərdir. İndi burada 4'dürsə burada da 4'dür. Bu 5'i köçürdürəm bura. 16'dan 4 çıxıb bura 12 yazaram. 12'nin kvadratının üzərinə 5'in kvadratı bura 13 eləyər. Sinus alfa isə qarşıdakı katetin hipotenuza nisbətidir. Amma qarşısında mənfisi ilə cavab mənfi 12 bölünsün 13. Yəni Y variantı 73 nömrəli sualdır. Gəlim 74 nömrəli suala. 74'də necə, nəyi analiz eləməliyik? Bu da yeni sualdır. Köhnə test toplusunda yoxdur uşaqlar. Deyib, x üstə gəlinsin 2 dənə y-ı sənə 3 pi bölü 2 vermişəm. Kosinus x üstə gəl y böl sinus y üstə gəl kotangens 3 dənə y bölünsün tangens
x minus y bərabərdir bu ifadəsinin qiymətini tapmaq lazımdır. Deməli, ağlıma nə gəlir? Heç nə, x-i tapıb yerinə qoymaq gəlir əslində birinci etapla ağlıma. İkinci etapla da heç nə gəlmir. İkinci etapla da x-i tapmamışlıqdan başqa bir şey var uşaqlar sizcə burada? Məncə yoxdur. Baxaq mı onda? Gəlin x-i tapıb gətirib yerinə qoyum hamısında. Buradan x bərabərdir 3 pi bölü 2 çıx 2y. Gətirib birincidə yerinə qoyaram. Kosinus, bax bu x-in yerinə 3 pi bölü 2 minus 2y üstə gəl y yazsam. Mənfi, mən birbaşa köçürürəm. 3 pi bölü 2 mənfi 2y-ın üstünə y gəlsəm mənfi y eləyər. Bölünsün sinus y. Üstə gəlinsin. Üstə gəlinsin. Burada kotangens 3y verilir. Bu kotangens 3y-dan hələ bir işim yoxdur. Tangens x-in yerinə yenə yazaram. 3 pi bölünsün 2 çıx 2y çıx bir dənə də y. O da bərabərdir. Kosinus 3 pi bölü 2 də sinusa çevirilənəcək. Üçüncü rübdə mənfidir. Mənfi sinus y bölünsün sinus y. Bu maraqlı sualdır. Kotangens 3y-dan işim yoxdur. Tangens 3 pi bölü 2 də kotangensə çevirilənəcək. Üçüncü rübdə müsbətdir və bu da mənfi 3y eləyəcək. O mənfini tək funksiya olduğuna görə atıram qarşıya. Bu mənfi 1 eləyər uşaqlar. Bu da minus 1 eləyər. Cavab eləyəcək. Mən mənfi 2 aldım. Amma cavablarda mənfi 2 təəssüf ki yoxdur. Harada səhv eləmişəm. Kosinus 3 pi bölü 2 də sinusa çeviriləndi. İkinci rübdə mənfidir. O mənfi olacaq. O heç. Burada bəlkə nə isə səhv eləmişəm. Bam 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 bam. O da mənfi 3y qalır da bala. 3 pi bölü 2 minus alfa bucağı da üçüncü rübdə müsbətdir. Amma onun qarşısındakini mənfi çıxarmışam qarşıya. Deyil. O da mənfi 1 eləyir. Mənfi 1-dən mənfi 1. Mənfi 2 almadım mən cavab. Başqa harda səhv elədim? Başqa harda səhv elədim? Səhvimi tapa bilmirəm. Vaxtım da gedir bir yandan. Ya hardasa mənfi müsbət səhv eləmişəm orada. Hardasa mənfi müsbət səhv eləmişəm. Amma kotangens mənfi 2y minus y. Hə burada mənfi 3y qalır da uşaqlar. Bu mənfi 3y qalır. Burada cüt funksiya deyil axı itirim. Nədə gözüm səhv görür ki? Nəyə gözüm səhv görür ki? Nəyə gözüm səhv görür? Məncə gözüm heç nəyə səhv görmür. Bir dənə söndürüm, baxım, vaxtım getməsin. Uşaqlar, mən burada mənfi niyə atmışam, heç onu da bilmirəm. Bu 270 çıxılsın 3y-dır da. Biz bu 270 atanda bu mənfini saxlayırdıq ki, bəyəm. Bu mənfinin önəmi yoxdur axı burada. Gətirib onu yazmışam. Mənfi 1 üstə gəl 1, 0 eləyər. Üçüncü izahımda qoyuram baxandan. Yəqin ki, ona görədir. Cavab D variantı. Axırda vaxtım getdi o suala. Sonra gəlirəm 75 nömrəli suala. 75 nömrəli sual da uşaqlar yeni sualdır. Üstündən yazın bəlkə. Yaza bilən deyiləm, səliqəsiz alınacaq. Gəlin burada yazaq. 75. Bir dənə bizə verilib kvadrat. Bunu da bundan birləşdirib. Bu bucağa da bir dənə alfa deyib. Düzdürmü? Sənə deyir ki, SY-miz 5K-dır. Bax, bu SY 5K-dır. Fikir verin. Buraya yazıram 5K. YD-mizi də sənə 3K verib. Bura 3K-dır. Onda belə çıxır ki, mənim bu kvadratımın tərəfləri 8K eləyəcək hamısı. Səndən amma tangens alfanı soruşur. Tangens alfanı da necə taparsan? Bura alfadırsa, burada betadır. Axı sən bilirsən, alfa ilə betanın cəmi 90 dərəcədir. Tangens alfanı tapanda tangens alfa bərabərdir yazacağım. Fikir verin. Tangens alfanın yerinə yazaram 90 çıxılsın beta. Misal həll olunub. Tangens 90-da kotangensə çevrilənəcək. Birinci rübdə müsbətdir. Kotangens betaya bərabər olacaq. Tövbə ya Rəsulullah. Kotangens betaya bərabər olacaq uşaqlar. Yəni demək istədiyim. Fikir verin, bunun üstündə yazın. Bu 5x idi. Bura 3x idi. Burada 8x oldu. Toplayanda tərəfi. Burada beta qoydum. Alfa üstə gəlinsin betanı aldım 90 dərəcə. Yəni tangens alfa bizdə alfanı tapsam buradan 90 minus beta eləyər. Tangens 90-da kotangensə çevrilənəcək.
Birinci rübdə müsbətdir. Kotangens betadan danışır. Kotangens beta da, bax bu bucaq beta, bitişin qarşıdakı katedə nisbətidir. Yəni 8/5. Ümid edirəm ki, aydındır hər birinizə. 76-ya baxın. Kotangens 88, tangens 2-dir. Bu 1 eləyər. Kotangens 87, tangens 3-dür. Bu bundan 1 eləyər. Yəni ümumi cavabımız eləyəcək 1. Daha sonra uşaqlar gəlirəm 77 nömrəli suala. Fikir verin 77 nömrəli sualda. Nəyə fikir verin? 444 dərəcədən mən yenə 360-ı çıxaram. 444 çıx 360. Eləyəcək 84 dərəcə. Bu eləyəcək müəllimə kosinus 84. Всё. 84-lər gedər. 1 üstə gəlinsin kotangens 45-də 1-dir. Cavab eləyəcək 2. Digər tərəfdən bunun məxrəcinə 1 kimi baxsam, 1-ə və kosinus kvadratı alfaya bölünən ədəd kosinus kvadratı alfa. Surətdə kosinus kvadratı alfa çıx 1 vur. Kotangensin yerinə yazıram kosinus kvadratı alfa böl sinus kvadratı alfa. Üstə gəlinsin. Yenə 405 dərəcədən uşaqlar çıxacağım 360-ı. O da neçə eləyir? 45 dərəcə. Eləyəcək kotangens 45 dərəcə. Bundan bu gedər. Kosinus kvadratı 1 minus kosinus kvadratı alfa özü sinusdur, amma bundan bu yerinə ixtisar getsə qarşıya mənfi çıxar. Mənfi 1 üstə gəlinsin 1, cavab eləyəcək 0. Gəlirəm bu suala. 2 dənə tangens kvadratı 2 pi çıx 2 mötərizəni açıram. Kotangens kvadratı 2 pi üstə gəl 2. 2 pi'lərdə hər ikisi öz adında qalır. Bu eləyir 2 dənə tangens kvadratı 2, kotangens kvadratı 2. 1 eləyər hasil, 2-ni də 1-ə vursam cavab 2 eləyəcək. Gəlirəm növbəti suala. Kosinus pi bölü 2-də çevrilənəcək sinusa. Birinci rübdə müsbətdir. Sinus alfa ilə işim yoxdur. 3 pi bölü 2-də sinusa çevrilənəcək. Kvadratı yazıram, işim yoxdur. Üstə gəlinsin 3 dənə tangens 4 pi'dən 2 pi'ni çıxsam 2 pi qalar. 2 pi üstə gəl alfa olduğuna görə o da eləyəcək elə tangens alfa. Kotangens pi də öz adında qalacaq uşaqlar. Pi minus plus alfa da 3-cü rübdür. Bu da sinus kvadratı, bu da sinus kvadratı. Gələcək, bunlar 1'dir. 3'ü 1'ə vurub cavabı 3 yazaram. Gəlirəm buna. Kosinus kvadratı 63, sinus kvadratı 27 deməkdir. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa 1 eləyər. 140 dərəcəni 90 üstə gəlinsin 50 yazaram. Üstə gəlinsin alfa yazaram. Elə deyil. Tangens 90'da kotangensə çevrilənəcək. Üstə gəlinsin 50 üstə gəlinsin alfa. Lövhə açılsın, ardında deyək. Baxın, 140 dərəcəni yazdım, 90 üstə gəlinsin, 50 üstə gəlinsin alfa şəklində. Tangens 90'da kotangensə çevrilənəcək uşaqlar. İkinci rübdə mənfili qarşıdakı mənfi ilə müsbət eləyəcək. Üstə gəlinsin 50, bölünsün. Bu tangens 90'dan bu ifadəni çıxsam, fikir verin 90'dan bunu çıxsam. Yazacağım yerinə kotangens 90'dan 40'ı çıxaram 50 üstə gəlinsin alfa eləyər. Yəni demək istəyirəm ki, bunlar ikisi də eyni bucaqdılar. Bu da 1 eləyər. 1 üstə gəlinsin 1, cavabımız 2 eləyər. 85'i özünüz yazarsınız. 86'da yenə 810'dan 720'ni çıxarıq bu səfər. 2 misli yaxın olduğuna görə bura 90 olar. Yəni tangens x-dan işim yoxdur. Tangens 90'da kotangens olacaq. Tangens x vurulsun kotangens x-dir uşaqlar. Bizə təbii ki 1 verəcək. Və yaxud 87 nömrəli sualda sinus x 2'də 1'i 2 bucaqda olur. Alacaq. 30 dərəcə ilə 150 dərəcədə. 90 ilə 180 verdiyinə görə 30 dərəcəni silib alfanın yerinə 150 dərəcə yazırsınız. Burada. Mən yazacağım 9 üstə gəlinsin kotangens, 110 üstə gəlinsin. 150'ni böləcəyəm uşaqlar 6'ya. 6'ya bölünən neçə eləyir? 25 dərəcə. O da eləyəcək 9 üstə gəlinsin kotangens 135 dərəcə. O da 9 üstə gəlinsin kotangens 90 üstə gəlinsin 45 şəklində. Kotangens 45'də 90'da tangensə çevrilənir. İkinci rübdə mənfidir. Bu da eləyər 9 çıxılsın 1, cavab eydi. 88 nömrəli sual qəşəng sualdır. Qoy bu tərəfdən yazım 88'i. Belə yazım. Məni utanmadı ilə atdı bu qədər izahdan sonra. 88. Deməli, 88. Sinus kvadratı 20. Üstə gəl sinus kvadratı 21. 21 deyib 27 yazıram. Üstə gəlinsin sinus kvadratı 22. Üstə gəlinsin sinus kvadratı 68. Və yaxud sinus kvadratı 69. Və yaxud sinus kvadratı 70.
Hə, bu qəşəng sualdır, düzdürmü? Uşaqlar, 20-dən 70-ə qədər burada neçə dənə ədəd var? 50 dənə yox, 51 dənə ədədimiz var da. Çünki ədədlərin ikisini də alırıq axı. 20-dən 70-ə qədər ədədlərin sayını tapmaq üçün 70-dən 20 çıxıb hər ikisini də alırsa üstünə 1 gəlirdim. 51 dənə ədəd. Deməli bu sinus kvadratı 20, üstə gəl sinus kvadratı 70. Bunu da 90-dan 70 çıxıb kosinus kvadratı 20 yaza bilərəm. Yəni sinus kvadratı 20 üstə gəl kosinus kvadratı 20 1 eləyər. Üzərinə gəlinsin sinus kvadratı 21 üstə gəlinsin sinus kvadratı 69 da 1 eləyər. Bu da 1 eləyəcək. Burada neçədən 1 olacaq? 20-dən 70-ə kimi olan sinusları hamısını 2-2 qruplaşdırsam 25 dənə eləyəcəkdir. Elə deyil bu birlərdən. Bax bu birlərdən 25 dənə eləyəcək. Amma ortada bir dənəsi qalacaq. Ortadakı bir dənəsi də o da sinus kvadratı 45-dir. Heç bir şeylə cütləşməyəcək. Deməli 25-in neçədə bu? 25 dənə 1 olacaq. Burada yəni bunu demək istəyirəm. Bunu səhv yazmışam. 25 dənə 1 olacaq. Birbaşa yazmaq istədim. 25-i 1-ə vursam 25 eləyər. Üzərinə gəlinsin sinus 45 dərəcə kökdəki böl 2-dir. O da kvadratdır. 25 üzərinə gəlinsin 2-də 1 eləyəcək. Cavab 25,5 eləyər. Maraqlı sual idi. 91 nömrəli suala baxaq. 91-də deyir ki, əgər rasional ədəd alsan yerinə 1 qoy, irrasional ədəd alsan yerinə -1 qoy. Kosinus 300 dərəcəni yazıram 360 çıx 60. Sinus 120-ni yazıram 90 plus 30 şəklində. Uşaqlar, kosinus 360-da öz adında qalır. Eləyəcək f kosinus 60. Sinus 90-da kosinusa çevrilənəcək. Eləyəcək kosinus 30. Kosinus 60-ın ədədi qiyməti 2-də 1-dir. Bu da kökdə 3 bölü 2. Bu rasional qiymət alıb. Bu irrasional. Rasionalsa yerinə nə qoymalıyam? 1. İrrasionalsa yerinə nə qoymalıyam? -1. 1 çıx -1. Cavab 2 eləyər. Və nəhayət gəlirəm sonuncu sualıma. 93 yəqin ki bundan eynidir. Düzdürmü? Oy, eyni deyilmiş ay balam. Sonuncu sual deyil uşaqlar. 7 alfa çıx 4 dənə beta bərabərdir 810-a. Sənə deyir ki sinus 3 alfa üstə gəl 5 dənə beta bölünsün kosinus 9 beta çıx 4 alfa. Çalışıram ki yuxarıdakı ədədləri bax bu şəkildə yazım. 7 alfanı yazım 3 alfa üstə gəlinsin 4 alfa. 4 betanı da 9 beta üstə gəlinsin 5 beta yazım. Bu 810-dan da 720-ni çıxsam 90 dərəcə yazıram. Buradan mən 3 alfa üstə gəlinsin 5 betanı tapıram. 3 alfa üstə gəlinsin 5 dənə beta. Neçə eləyəcək? 90 çıxılsın 9 beta çıx 4 alfa yazaram. Gətirib bunun yerinə sinus bax bunun yerinə 90 çıxılsın 9 beta çıx 4 alfa yazaram. O da bərabər bölünsün. Kosinus 9 beta çıx 4 alfa. Sinus 90-da kosinusa çevrilənəcək. Birinci rübdə müsbətdir. Kosinus 9 beta minus 4 alfa olar. Bölünsün kosinus 9 beta minus 4 alfa. Eynədə də bölsəm cavab eləyəcək knockout 1. Bu da qəşəng sual idi. 93 alfa, beta, gamma üçbucağın daxili bucaqlardırsa bu yazdıqların cəmi 180 dərəcə olacaq. Sinus kvadratı gamma bölü 2 kosinus kvadratı birbaşa yazsam olar. Buradan alfa plus beta'nı tapsam 180 çıx gamma olar. Gətirib bunun yerinə 180 çıxılsın gamma qoyum. Amma bölünsün 2-ni də yazıram. Üstə gəl kosinus kvadratı alfa bölü 2 beta plus gammanın yerinə buradan 180 çıxılsın alfa yaza bilərəm. Gətirib yerinə qoyum. Sinus kvadratı 180 çıxılsın alfa bölü 2 yazaram. O da bərabərdir. Uşaqlar, sinus kvadratı gamma bölü 2. Bunu da yazaram. Kosinus kvadratı 180'i 2'ye bölərəm. 90 çıx gamma bölü 2. Üstə gəlinsin kosinus kvadratı alfa bölü 2. Bölünsün sinus kvadratı 180'i də 2'ye bölərəm. Eləyəcək 90 alfanı da 2'ye bölərəm. O da bərabərdir. Sinus kvadratı gamma bölü 2. Kosinus kvadratı 90'da sinusa çevrilənəcək. Mənfi müsbəti baxmıram. Kvadrat olduğuna görə bu da gamma bölü 2'dir. Kosinus kvadratı gamma alfa bölü 2. Sinus 90'da kosinusa çevrilənəcək. Bu da alfa bölü 2 eləyəcək. Eynədə də bölsən 1. Bu da eləyəcək 1. 1 üstə gəl 1. Uşaqlar eləyər cavab 2. Bu qədər. Növbəti görüşlərə dək özünüzə yaxşı baxın.